dərsimizdə biz təxliyə hesab şəxslərin və kontragentlərin qalıqlarına baxılması əməliyyatlarına məşğul olacağıq. Yəni, təxliyə hesab şəxsə pul vəsaiti vermişik, o mal alıb gətirib və sonra da onlarla üzləşmə aparılır, yəni qalıqlarına baxılır. Məsəl üçün, birinci deyək ki, bir dokumenti Upravlение денежных средства расходный kassovый order. Biz keçən dərsimizdə 1500 manat vermişdik təxliyə hesab şəxsə Əliyev Kazım Kamiloğlu'na və həmən şəxsdə dokumenti Upravlение zakupkami avanslı açıq sənədi ilə alışlar etmişdi. Deməli, həmin alışlar da nədən ibarət idi? 200 manatlıq alış etmişdi, mal material alışı və həmçinin həmən şəxs 150 manatlıq da təsərrüfat malları almışdır. Və digər şəxs Məmmədov İlhamda 90 manatlıq ezamiyə xərci var idi. İndi həmin şəxsin qalıqlarına baxaq, yəni görək ki, bizim ona borcumuz və yaxud da onun bizə borcu nə qədərdir. Bunun üçün biz açot sənədindən istifadə edəcəyik. Açotu universalni açot. Daxil olacaq bura. Və biz nə edirik? Nastroykadan burada razdel çota var. Oradan seçməliyik Zaymarashotu s podotchotnik лицами. Yəni təxliyə hesab şəxslər üzləşmələr. Və bunu seçdikdən sonra biz sütunu seçmək lazımdır. Yəni daha doğrusu sətrimiz nədən ibarət olacaq? Sətrimiz ibarət olacaq podotchotnik лица və onun sənədləri. Dokumenti divizyon registrator. Və bunu seçdikdən sonra, yəni sütunda olacaq podotchotnik лица və onun sənədləri. Və bu tərəfdə summa zaymarashot olacaq оборот daxil, yəni ilkin qalıq, prixod, rasxod və son qalıq olacaq. Summa upravleniya çox lazım deyil. Və biz bura atbor yerine poliyada daxil edə bilərik. Burada yaza bilərik ki, podotchotnik лица, yəni həmin şəxsin adını deyə bilərik. Razına. Və buradan daxil edəcəyik adam. Və bunları daxil etdikdən sonra biz sformavatida görək nə verdi bizə. Daxil olan nəticəsi. Burada podotchotnik лица adını yazmamış, ona görə götürmədi və biz buradan qeydi götürüb yenidən sformavat etsək və göründüyü kimi hesabat gəldi və biz tarixi qoya bilərik ki, məsələn deyək ki, biz aprel ayına baxırıq. Aprel ayına sformavat etsək. Deməli, gördüyünüz kimi nastroykada podotchotnik лица Əliyev Kazım və dokument diviziyonu və onun sənədləri menüsünü düzəltdik və həmçinin sütun bölümü, bu sətr bölməsidir. Sütun bölməsində dedik ki, bizə ilkin qalığı ver, prixodu ver, rasxodu ver, son qalığı ver. Məsələn, bu nə üçün idi? Podotchotnik лица, məsələn, biz istəyirik ki, bir şəxsin qalığına baxalım. Məsələn, Əliyev Kazım Kamiloğlu. O zaman adını yazırıq bura, sformavat edirik. Ancaq bir nəfər şəxsin adını göstərəcək. Gördüyünüz kimi. Amma biz buradan qeydi götürüb ümumi sformavat etsək, nə qədər bizim təxliyə hesab şəxslərimiz var, onun hamısını göstərəcək. Və burada nə baş verib? Əliyev Kazıma biz расходный kassovый orderlə 1500 manat pul vermişik. 200 manat bir hesabatda xərcləyib, 150 manat da bir hesabatda xərcləyib. Deməli, onun qalığı 0 idi, bu naçarni astatıq. 1500 manat pul vermişik, sənədinə, sənədə göstərir.
və 350 manat da pul xərcləyib. Və onun qalıb hal-hazırda 1750 manatdır. Yəni hal-hazırda 71 nömrəli hesabında həmən şəxsdə 1150 manat pul qalıb. Məmmədov İlham Kazımoğlu, biz ona 300 manat qalığı var idi. Bu da göstərir ki, fikir verin, burada rasxodluq sənədi göstərilmir. Niyə göstərilmir? Çünki burada vaxt qoymuşuq ki, ancaq aprel göstərir bizə. Amma ona pul vəsaiti mart ayında verilib. Mart ayında verildiyinə görə onun sənədini göstərmir. Ancaq aprel ayında onun bir sənədi var. 90 manatda pul xərcləyib. Elzamiyə xərci 210 manat da orunda var. Ümumi təxtə hesab şəxsdə, yəni 71 nömrəli hesabda debit qalığı 1160 manatdır. İndi biz istəsək ki, həmin 300 manatın nə vaxt verilməyinə baxsaq, biz burada 01-03 qoysaq, mart ayında görürüz. Forminavat etsəkindən mart ayında görə bilərik. Hətta 24-ü, ayın 24-ü, martın 24-ü 500 manat pul vəsait vermişdir. Həmən vəsaitdən 200 manatını geri qaytarmışdı həmən şəxs. Prihodni kassaya orada, yəni kassaya geri qaytarmışdı və onda 300 manat pul qalmışdı, onu 90 manat xərclədi, 210 manat pul qaldı. Və beləliklə bir şeydə asanlıqla həmin hesabat görsənir. Və həmçinin bu hesabatı hər dəfə nastroykasını düzəltmək istəmirsə biz nə edirik? Həmin hesabat formasını yadda saxlayırıq. Bu zaman biz daxil oluruq Sahranit nastroykaya, yəni bu nastroykanın saxlanılması, yəni bu modulun saxlanılması üçün. Və bura yazırıq ki, qabalı tezliyi, yazırıq təhtəli hesab şəxsi. Şəxs saxlanit qeyd edirik və vubrat. Və bunu yadda saxladıqdan sonra, deməli bu menyuda yadda saxladıq. Təhtəli hesab şəxsi adıyla. Və deyək ki, biz çıxmışıq, yenidən daxil olub qalığa basaq, atsorti universalni atsort daxil olsaq və yenidən görürsünüz ki, nastroykada heç nə yoxdur. Həmən nastroykanın gətirilməsi üçün biz sadəcə saxranitin yanına vastanovit nastroyka var. Vastanovit nastroyka, yəni əlavə edilməsi. Biz təhtəli hesab şəxsi həmin o yadda saxladığımızı seçsək və format etsək, gördüyünüz kimi həmin menyuya uyğun olaraq istədiyimiz hesabat forması gəldi. Yəni bir yadda saxlamışdım. Burada təhtəli hesab şəxsi. Sonra biz həmçinin kontragentlərlə hesablaşmalara baxaq. Kontragent nə idi? Biz dokumenti, upravlение денежных средств, расходной kassovый order. Biz həmin şəxslərə, yəni müəssisələr, təşkilatlar deyək, pul vəsaiti vermişik. Məsələn, deyək ki, STP, məsələn, 1000 manat ödəmişdik mart ayında. Və yaxud da biz bank yolu ilə də ödəmişdik. Upravlение исходящий, hansı Azər İşığa ödəmişdik, məsələn, 300 manat. Və həmçinin onların qarşılığında da biz dokumenti, zakupkami, поступление tovar услуг. Əgər təhtəli hesab şəxsdə olan avansı açotundan olacaq, avansı və açot, müəssisə və təşkilatlardan alış olduqda postülen tovarı üslubdan istifadə edəcək. Burada daxil olsaq, görək ki, STP-dən 1640 manat almışıq, mal almışıq, Azər İşıqdan 354 manatlıq işıq almışıq, həmçinin bank xidməti almışıq, rabitə xidməti almışıq və s. İndi baxaq görək həmən şəxslərlə qalımımız necədir? Yəni üzləşmimiz var. Onun üçün yenə həmən menyudan atsorti, universalni atsort daxil olacaq. Deməli, universalni atsortuna daxil olacaq və bura daxil olduqdan sonra nə edirik biz? Yenə nastroykadan format etsə heç nə göstərmədik. Çünki nastroyka qurulmayıb. Nastroykanı qurmaq üçün biz nə edirik? Daxil olan nastroykaya razdel uçotda seçəcəyik. Təhtəli hesab şəxsdə biz взаиморасчет s подособником лицами seçmişdik. Amma burada isə взаиморасчет s kontragentami seçəcəyik. Burada. Və bunu seçdikdən sonra nə edirik? Sütununu düzəltməliyik. Sütununa əlavə edirik
Birinci olacaq kontragent, yəni müəssisənin adını göstər. İkinci bizə göstər, həmən şəxsdən doqovar kontragenti istifadə edə bilərik, yəni kontragentlə müqaviləni. Və üçüncü də göstərə bilərik ki, document division, yəni sənəd dövriyyəsini göstər. Sütunda nəyi seçə bilərik? Sütunda da yenə həmənki kimi deməli, upravleniya çox lazım deyil. Deməli, summa ilə naçalni asılıdır, perxotrası konечный asılıdır. Obrat lazım deyil bizə. Obrat lazım deyil. Və bunu seçdikdən sonra yenə poli tərəfindən, yerindən biz kontragent əlavə edə bilərik. Yəni istədiyimiz kontragentə baxa da bilərik burada. Həllik qalsın bu, biz bunu götürsək. Sformulavat etdikdə bizim bütün kontragentlərlə hesablaşmalarımız gəlir bura. Məsələn, nastroykadan biz konkret bir kontragent, məsələn, Azərişıq seçə bilərik. Və bu zaman Azərişığı sformulavat etsək, ancaq Azərişığı göstərəcək. Və yaxud da toplu şəkildə baxmaq üçün biz buradan qeydi götürəcəyik və sformulavat edəcəyik, yəni bütün kontragentləri göstərəcək. İndi isə, məsələn, biz ayda seçə bilərik ki, ancaq aprel ayını bizə göstər. Okay, sformulavat. Aprel ayını göstərəndə, məsələn, bizim pul vəsaitlərimiz əsasən mart ayında verildiyinə görə biz mart ayından da baxaq ona. Deyək ki, 0,03, 2 ayı göstərir bizə. Nə baş verib? Birinci, A bankının burada əlifba sırası ilə gördüyünüz kimi düzür. A bankının mərkəzi filialı. Deməli, nə baş verib? Biz 1 manatlıq bank komissiya haqqı yalnızca 1 manat köçmüşdür bank komissiya haqqı və pasport elədi 1 manat. Yəni bu kontragentlə bağlıdır. Yəni nə bizim onun borcumuz, nə də onun bizə. İkinci, mübadilə şöbəsi deyək ki, bu əsasən A bankının mübadilə şöbəsində biz konvertasiya əməliyyatı, valyuta alıb-satqısı edirdik və biz həm AZN aldıq, həm də AZN satdıq və qalığımız 0 oldu. Əvvəlki dərslərimizə basıb görərsiniz. Və yaxud da A şirkəti MMC. Biz həmən şirkətdən 2000 manat pul vəsaiti daxil edirik. Məsələn, bu sənədə baxmaq üçün biz nə edirik? İstəyir təhtə hesab şəhər, istəyir də burada. Biz nə edirik? Daxil oluruq sənədə, sənədin birbaşa da sənədə açırıq, üzərinə vururuq və qeyd edib открыть переходный кассовый order. Qeyd etsək, həmən sənəd açılır. Yazmalı mansiyyə satış üçün qabaqcadan. Həmən şirkət bizim şirkətə 2000 manat qabaqcadan ödəmişdir. Yazılırsa. Və biz hələ də satışı ona etməmişik. Göstərir ki, mənfi 2000. Yəni bizim ona 2000 manat borcumuz var. Çünki satışı etməmişik. Azərişıq ASC. Biz onlardan 54 manat ədəbi ödəmişdik. 300 manat da əsas məbləğini. 354 manat ödəmişdik. Sənədlər də göstərir. Sənəddə az baxmaq üçün üzərinə vuracaq, qeyd edəcəyik. Məsələn, ƏDV 54 manat gördüyünüz kimi. Elektroniklərin ƏDV-si bağlasa. Və gördüyünüz kimi 354 manat pul vəsaiti vermişik və alışda 354 manatdır. Pasçini tavarı stoku sənədindən qeyd etmişdik həmən sənədi. Yəni 300 plus ƏDV-si ilə elektronik sahəsi mart ayı. Və həmçə B şirkəti ASC. Bunlardan da pul vəsaiti qəbul etmişik. 2360 manat. Baxaq görə nə pul vəsaitidir. Mal satışı və xidmətlərin göstərilməsi üçün avans. Hələ ki biz malımızı satış əməliyyatından keçmədiyimizdə görə satışı göstərmirik və onların bizə borcu var. Yox, bizim onlara borcumuz var daha doğrusu. Yəni satış həyata keçirəcəyik. Delta Telekomdan biz 17 manat 70 qəpik mal almışıq, amma ödəniş etməmişik və göstərir ki, onlara bu qədər borcumuz var. STP-yə biz ödəmişdik 1000 manat, 500 manatın geri qaytarmışdılar, 500 manat və onlardan biz 1640 manatlıq mal almışıq və onlara da 1140 manat borcumuz var. Və vergi ödənişi üçün də 200 manat pul vəsaiti vermişik vergi ödənişinə. Və göründüyü kimi qalıqlar burada göstərilir. Qalıqlara bu cür baxılır. Və həmçinin bu nastroykada saxlayaq ki, yəni bir daha nastroykasını düzəltməyə, o zaman biz daxil olacaq
Safran Nastroyka əlavə edəcək. Yazacaq ki, kontragentlərlə kontragentlər və saxlanıt qeyd edəcək. Bu burası saxlanıt. Və həmin menyunda saxladı. Və biz məsələn təxtə hesab şəxsə keçəndə bunu qeyd edəcək, təxtə hesab şəxsi göstərəcək. Kontragentə keçəndə isə bunu qeyd edəcək və avtomatik kontragenti göstərəcək. Və bu əməliyyatlarla bağlı dərslərimiz bu qədər. Diqqətinizə görə sağ olun.